Subklinik hipotireozizm və yaxud el dilində desək, tənbəl zob yeni başlayarkən necə tanıyaq, necə tutaq və vaxtında necə qarşısını alaq. Bu günlərim sizə bu haqqda danışmaq istəyirəm. Ümumiyyətlə tənbəl zob haqqında çox videolarımız var. Həm mən, həm kolleqalarım pasientləri zamanında maarifləndirməyə və özlərini, orqanizmlərini erkən tanıyaraq xəstəliklərin öhdəsindən gəlməyə çağırırıq. Və ona görə də bu gün dəfələrlə danışılmaqla baxmayaraq aktual olan mövzunu yenidən işıqlandırmaq istədik. Əgər sizdə halsızlıq, yorğunluq, saç tökülmə, dırnaqlarda qırılma, soyulma, əzələ sümük ağrıları, qəbizlik, yuxusuzluq, ödemlər, şişkinliklər, dəridə qurunluq, qaşınmalar, çatlar kimi əlamətlər varsa, üzərində siz xanımsınız və aybaşı pozunluğunuz qoşulursa, qəbiz olursunuzsa, gecə yuxudan ayılmalarımız varsa, onda sizdə hipotireozizm, yəni tənbəl zob olma şansımız yüksəkdir. Bəzən pasientlər deyir ki, doktor, bəzən analizlərimiz normal çıxa bilir. Hipotireozizmin subklinik formasını, yəni daha gizli formasını əsas xəstəlikdən seçən əlamət də elə budur. Əgər hormonal olaraq TSH hormonumuz bir balaca yüksəkdir, ancaq T3, T4 hormonlarımız norma daxilindədirsə, biz buna subklinik hipotireozizm, yəni hələ tam bilinməyən, tam klinik əlamətlərə çatmayan tənbəl zob olaraq qiymətləndiririk. Bu zaman dərman başlayıb başlamayacağımız pasientin şikayət yelpiyindən asılıdır. Yəni şikayətlər nə qədər çoxdursa, həyat keyfiyyəti şəraitində pozulma varsa və hormonal dəyərlərlə bu üst-üstə düşürsə, biz də pasientə vaxtından əvvəl daha tez hormonal dərman başlaya bilərik. Yox, əgər şikayətlər azdır, hələ hormonal yeni pozulmağa başlayırsa, orqanizmə dəstək olaraq digər göstəricilərini kontrol almağa çalışır və pasienti əvəzedici hormonal terapiyaya bacardıqca daha gec başlayırıq. Sizdə də bu şikayətlər varmı və nə vaxtsa sizə tənbəl zob deyilibmi? Bu haqqda fikirlərinizi şərhlərdə yazmağı unutmayın və bu şikayətlərlə davamlı olaraq yanınızda şikayətlənən dostlarınızı şərhlərdə təq etməyi unutmayın. Özünüzə yaxşı baxın.